Animasiya, musiqi, kino sənayesi, dizayn, ədəbiyyat və digər yaradıcılıq istiqamətlərində süni intellekt alətləri ilə işləməyə bacarığı müasir gəncləri artıq fərqli yaradıcılıq mərkəzlərində bir araya gətirib. Bir keçi varmış. Keçinin 3 balası varmış. Keçi hər gün balalarına yemək verib, sonra meşəyə yollanar, onlara yemək gətirərmiş. Keçirilən təlimlər yalnız nəzəri biliklərlə məhdudlaşmır. Gənclər real layihələr üzərində işləyərək ideyalarını əyani nəticəyə çevirmək imkanı əldə edirlər. AI for Art layihəsini fərqlənməklə bitirən iştirakçılardan biriyəm. Mən bu layihəyə başvurdum, qəbul oldum. Süni intellektlə yaradıcı işləri öyrəndik. Burada həm mətn tərəfini, həm şəkil yaratma, video yaratma hissəsini öyrəndik. Texnologiya ilə yaradıcılığı bir araya gətirən bu yanaşma gənclərin düşüncə tərzini dəyişməklə yanaşı, onları beynəlxalq rəqabət mühitinə də hazırlayır. Bu təlimlər bir daha göstərir ki, süni intellekt yaradıcılığı əvəz eləmir, əksinə ona yeni imkanlar açır. AI for Art proqramı gənclərə süni intellektdən düzgün istifadə formasına, yəni hansı sahələrdə, hansı toollardan istifadə etməlidirlər, tapşırıqların düzgün verməsini öyrətdi. Sonda iştirakçı və yaxud müvəffəqiyyət sertifikatları ilə təltif olundular. Belə layihələr ölkənin yaradıcı sənaye potensialını da gücləndirir. Mən araşdırma edərkən fərqinə vardım ki, yerli Azərbaycan dilində uşaqlar üçün çəkilən kontentlər çox azdır və uşaqlar xarici trendlərlə böyüyürlər. Düşündüm, niyə də yox, biz bunu Azərbaycan dilində etməyə və ilk işim uşaqlara həm rəqs, fiziki hərəkətləri təbliğ edən, həm də rəngləri öyrədən bir material olmuşdu. Burada milli ornamentlərimiz əks olunan geyimləri də sizin diqqətinizə çatdırmaq istəyirəm. Bu geyimlər xanımlar tərəfindən hazırlanan əl işlərdir. Rəqəmsal incəsənət nümunələrindən interaktiv multimodal işlərə qədər geniş yaradıcılıq spektri gənclərin potensialını açıq şəkildə nümayiş etdirir. Jalə Gözalova, Novruz Yusifov, Telesər.